Benim adım Röya Umbayevadır ve kanalımın ilk videosuna hoş gelmişsiniz. İlk videoda əlbəttə ki özümü tanıtmaq istedim. Məni niyə izləməlisiniz sualına cavab vermək istedim. Mən Röya Umbayeva, 21 yaşım var. 4 ildən artıqdır ki ailəmlə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayıram. Sivas şəhərində Cumhuriyet Üniversitesində Mimarlıq, Güzel Sanatlar və Tasarım Fakültəsində qrafik sanatlar məzunuyam. Əlbəttə ki, Türkiyəyə gəlməzdən öncə də Hacı Zeynalabdin Tağıyev adına Bakı Toxuculuq Trikotaj Birliyinin nəzdində fəaliyyət göstərən 5 illik rəssamlıq kursunu yüksək nəticə ilə bitirmişəm. Bu da mənim şəhadətnaməmdir. Bundan sonra isə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam, amma eyni zamanda da Türkiyə Universitetinə qəbul olduğum üçün Türkiyəyə gəlməyi seçmişəm. Bunlarla yanaşı universiteti bitirdikdən sonra da hal-hazırda həm rəssam, həm də qrafik tasarımcıyam. Və arxada gördüyünüz əsərlər də mənim əsərimdir. Elə bu da o sualın cavabıdır ki, məni niyə izləməlisiniz? Kanalımda sizlərə Türkiyəyə təhsil almaq üçün necə gəldiyimi, təhsilimi necə başa vurduğumu, bu proseslərin ailəm və mənim üçün necə keçdiyini, bütün asanlıq və çətinlikləri ilə real şəkildə sizlərlə bölüşmək istəyirəm. Kanalımda sizlərə hissə-hissə öz sırası ilə Azərbaycandan Türkiyəyə necə gəlmək, burada təhsil almaq, adaptasiya olmaq və gündəlik həyatımı öz yaşadıklarım əsasında sizlərlə bölüşəcəm. Yəni internetdən oxunan məlumatlar yox, öz real təcrübəmi sizlərlə paylaşacağam. Bu kanaldakı məqsədlərimdən biri də mən bu yola ilk başlayarkən 4 il öncə yenə mən də araşdırmaq istəmişdim. Bəlkə də siz də bu yola başlayıb ilk addımlar atmaq istəyirsiniz, amma belə bu proseslərdən keçən birindən məsləhət almaq istəyirsiniz. Mən də 4 il əvvəl belə bu proseslərdə keçmiş birisindən məsləhət almaq istirdim, amma heç ətrafımda elə birisi yox idi. YouTube-da bu haqqda danışan birilərinə heç rast gəlməmişdim. Necə deyirlər, yıxılıb qalxa-qalxa bu proseslərdən keçdik. Səhvlər də elədik. Bəzi şeylər çox çətin başa gəldi, bəzi şeylər çox asan başa gəldi. Amma bu prosesdən keçmiş birisi olaraq sizlərə məsləhətlər vermək istəyirəm. Bu yollardan necə keçdiyimi öz baxış bucağımdan danışmaq istəyirəm. Bunların xaricində əslində bilgi birikimim biraz daha çoxdur. Nəyə görə çoxdur? Çünki özüm ailəmin də çox böyük dəstəyi ilə təbii ki, Türkiyəyə təhsil almağa gəlmişəm. Amma ailəm hələ ki bura gəlməmişdi. Mən bura gəldikdən 6-7 ay sonra ailəm də Türkiyəyə köçməyə qərarına gəldi və onlar da tamamilə başqa bir proseslərdən keçərək Türkiyəyə köçdülər. Hər iki prosesi də şəxsən yaşamış birisi olaraq sizə iki növünü də danışmaq üçün bu kanalı açmışam. Təbii ki, bu kanalda tamamilə ancaq Türkiyə-Azərbaycan mövzuları keçməyəcək. Buradakı gündəlik həyatım, mənim öz şəxsi kimliyim, gündəlik vloqlar, rahat, səmimi videolar çəkməyi planlayıram. Amma ən əsası da yenə də dediyim kimi sizə buradakı proseslər haqqında öz baxış bucağından nələr eləməlisiniz, nə yollardan keçəcəyinizin xəbərdarlığını vermək istəyirəm. Bu qədər. Mən Röya Umbayeva, kanalımın ilk videosunda mən kiməm və məni niyə izləməlisiniz suallarına cavab verdim. Ümid edirəm ki, bundan sonraki videolarım sizin üçün yetərincə ilham qaynağı olar, proseslərin necə keçdiyi haqqında məlumatlar vermiş olar, ən azından bilinçli bir şəkildə Türkiyəyə gəlməyinizi arzu edirəm. Ümid edirəm ki, gələn videolarda yenə sizlərlə birlikdə görüşəcəyim. Hələlik!